Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu alə mən la nəbiyyə ba'də. Bundan əvvəl qısa olaraq namazı rükünləri, vacibləri və yaxud da batil edən şeylər barəsində danışdıq. İndi isə qısa olaraq, yəni Nisa surəsindən bir ayənin təfsiri barəsində danışacağıq. Yəni bu ayənin təfsiri barəsində danışmamızın səbəbi, yəni günümüz sosial medianın, istər sosial şəbəkələrin yayılması, insanların arasında xəbərlərin necə gəldi, bir-birinə neyləməsi, nəql eləməsi, yəni səhliyini araşdırmadan, zəifliyini araşdırmadan, bu ayə də alimlər deyirlər ki, onun barəsindədir. Allah Subhanahu taala Quran-ı Kərimdə yəni buyurur, bu ayə Nisa surəsi 83-cü ayədir. Nisa surəsi 83-cü ayədir. Ki Allah Subhanahu taala buyurur ki: "Və izə cəəhum əmrun minəl-əmni əv'l-xawfi əzəu bih." Onlara qorxudan və yaxud da əminamanlıqdan bir xəbər gəldikdə, yəni qorxu xəbəri və yaxud da əminamanlıq bir xəbər gəldikdə, onu tez çaparaq yayarlar. Niyə niyərlər? Tez çaparaq yayarlar. وَلَوْ رَدُّوهُ إِلَى الرَّسُولِ وَإِلَى أُولِي الْأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ الَّذِينَ يَسْتَنْبِتُونَهُ مِنْهُمْ. Deyək ki, onu Rəsula və işin əhlinə, əmr sahiblərinə qaytarsaydılar, İçlərindən həmin məsələnin fərqinə varan kimsələr, xəbərdə olan kimsələr, onlar üçün bir hökm çıxardardı. Onlar üçün niyyət hökm çıxardardı. وَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَيْكُمْ وَرَحْمَةُ لَاتَّبَعْتُمُ الشَّيْطَانَ إِلَّا قَلِيلًا. Əgər Allahın sizə lütfü və yaxud da mərhəməti olmasaydı, az bir qisminiz istisna olmaqla əksəriyyətiniz şeytana tabi olardınız. Alimlər deyirlər ki, bu ayə əsildir nə barədə? Xəbərləri dəqiqləşdirmədən yaymağın problemi olması barədə. Çünki Allah Subhanahu taala bu ayədə qəsd olunan kimlərdir? Münafiqlər. Münafiqlər deyir: "Və izə cəəhum əmrun minəl-əmn əv'l-xawfi." Onlara əminamanlıqdan və yaxud qorxudan bir xəbər gəldikdə, bunu tez çaparaq yayarlar. Alimlər deyirlər, bu müsəlmana qadağan eləyir hər hansısa bir məsələdə, xüsusən də ümmətin hamısını ilgiləndirən məsələdə xəbəri yaymağa. Aydındır, ona görə tətəbbüt, xəbəri dəqiqləşdirmək nədir? Xəbəri yaymağın əslində, eğer bir şeyi yaymaq istəyirsənsə, onu eləməlisən. Əslini eləməlisən, dəqiqləşdirməlisən. Dəqiqləşdirməlisən, ondan sonra eləməlisən, yaymalısan. Ona görə ilm əhli buyurur ki, xüsusən indiki vaxtda sosial mediadan bir şey əldə edirlər, ona göndər, buna göndər və yaxud da nə yazır? Yazır ki, paylaş, savab qazan. Bəlkə də paylaşdığı şey batildir və yaxud da hədis də uydurmadır və s. və s. və s. Bu insanlar neyini tez çaparaq başlayır xəbəri yaymağa. Ona görə bu ayəyə qadağan edir nəyi? Xəbəri dəqiqləşdirmədən yaymağa qadağan olmasına. Peyğəmbər sallallahu aleyhi ve sellem nə buyurur? Kəfə bil mər'i kəzibən ən yuhəddisə bi kulli mə səmi'a. Bir kişinin Allah qatına yalancı olması üçün hər eşitdiğini danışması kifayətdir. Nə? Bir insanın Allah qatına yalancı olmanın ötürü hər eşitdiğini danışması kifayətdir. Əgər hər xəbəri danışırsan, sən problemin olmuşsan. Alimlər deyir ki, belə insan bilsən nədir? Dəqiqləşdirmədən səs yayılan radyo kimidir. Eşidir yayır, amma dəqiqləşdirmir xəbərlər. Və bu xüsusən də bu ayənin azı ümmətin hamısını ilgiləndirən bir məsələdir. Qorxu, əminamançılıq, düşmən fəaliyyəti və s. və s. və s. Dəqiqləşdirmədən filan şey olacaq, müharibə olacaq, belə olacaq, o olacaq. Yəni bu məsələlər nə etmək? Yaymaq qadağandır. Bu əksinə müsəlmanlar nəyə salmaqdır? Əgər qorxuca təşvişə salmaqdır. Əminamançılıq da olub, sən arxa incilə salsın. Ona görə nə deyir? وَلَوْ رُدُّهُ. Əgər onu qaytarsa ilə Rasul. Kimə? Rəsula və özlərindən olan əmr sahiblərini, işin əhli olan kimsələr, onlar neyniyəcəkdir? Qərar çıxaracaqdır. Amma sən neynədin onu yaydın? Ona görə Ömər radiyallahu anhu bu ayəni ən yaxşı təbliğ edənlərdən biridir. O zaman ki xəbər gəldi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm zövcələrini boşayıb. Neyniyib? Peyğəmbər sallallahu aleyhi və səlləm zövcələrini boşayıb. İnsanlar danışırlar. Peyğəmbər sallallahu aleyhi və səlləm onlardan aralanmışdı və yaydılar ki, xəbər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm zövcələrini boşayıb. Ömər bin Xattab radiyallahu anhu deyir ki, mən getdim Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına. Dedim, ya Rasulallah, ey Allahın Peyğəmbəri, sən zövcələrini boşamısan? Dedi, xeyr, boşamamışam. Çıxdı cəmaata dedi ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm
Zövcələr neyiniydi? Boşamayırdı. Ömər bin Xattab deyir ki, bu ayə barəsində, mən o kimsələrdənəm ki, qaytardım iki əhlinə. Gözün geçib Peyğəmbər sallallahu aleyhi ve sellem'i soruşdu. Ki, belə şey baş verir, yoxsa baş verməyir. Yəni, bu çünki ağır bir şayədir. Həmçində bu günləri sən danışdığın adam alimdir. Alim haqqında şayə yayırsan. Bu, həmin insanlarda ona qarşı təzimi zəiflədər, ondan uzaqlaşarlar, onun səbəbindən elmdən uzaqlaşarlar. Zənn ən yalan sözdür. Zənn ən yalan sözdür. Xüsusən də səninlə. Allah Subhanahu Hucurat surəsində buyurur: "Ya eyyuhellezine amanu in ja'akum fasiqun binaba'in fatabayyanu." Ey iman gətirən, fasik sizə bir xəbər gələndə araşdırın. Neyin? Araşdırın. Yəni, insan fasiqdirsə, onun xəbərini araşdırmaq lazımdır. Xüsusən də indi fasiklər nə qədər, təqva sahibləri çox azdır. Ədalətlə danışan çox azdır. Sələflər öz vaxtları üçün deyirdilər ki, biz elə bir zamanda yaşayırıq ki, insanlar insafla danışmırlar. Neynəmirlər? Bunu deyənlər 10 əsr bizdən əvvəl yaşayıblar. Mən deyir, elə vaxtda gəlib çatmışam ki, 10 əsr bundan əvvəl yaşayanlar deyirlər. İnsanlar insafla danışmırlar. Yəni adil deyirlər. İnsafları yoxdur. Nə var onu demirlər. Əksinə nə edirlər? Artırırlar və ya əksildirlər. Artırırlar, əksildirlər. Xüsusən də alimlər deyirlər, izə daxalə həsəd də daxil olsa daha çox. Fəzilət isə əksiləcək səni. Sənin haqqında yaxşı danışmaq həsəd deyil axı. Qıraqdırsa çoxaldacaq. Bir dənə söz deyilirsə 20 dənə eləyəcək, çünki səndən həsəd deyil axı. Sən də onun niməti, neyin aradan qalxması istəyir. Qısaca olaraq İmam Sədi Rəhməhullahın bu ayə barəsində təfsirinə toxunmaq, yəni çox əzəmətli faydalar var yəni burada. Xüsusən də yəni günümüzdə yəni. İmam Sədi buyurur ki, "Həzə tə'dib minallah li ibadihi an fi'lihim həzə qeyri layiq." Bu deyir Allah Subhanahu taalanın öz qullarını ədəbləndirməsidir ki, belə şey eləməsinlər. Yəni xəbərləri tezabara yaymasınlar. Tezabara yaymasın. Ennehu yenbaghi lahum iza ja'a emrun min al-umur al-muhimma masalih al-amma ma yeta'allaq bil-amn wa surur al-mu'minin aw al-khawf allazi fihi musibah alayhim an yetathabbatu wa la yasta'jilu bil-isha'at zalika. Xəbər. Deyir ki, bu ayə göstərir ki, əgər ümmətin ümumi üçün, yəni ümmətin hamısı üçün mühüm bir məsələdirsə, möminləri sevindirən və yaxud da qorxudan bir xəbərdirsə, onlara müsibət olacaqsa və s. həmin xəbəri yaymaqda tələsməsinlər. Ümumiyyətlə, xəbəri yaymaqda tələsmə. Xəbəri yaymaqda neynəmə? Tələsmə. Bəl yaruddunehu ilə-rasul. Əksinə onu kimə qaydarsınlar? Rəsula, çünki Rəsul sallallahu aleyhi ve sellem sağ idi. Sağlıqda geçsinlər ona. Və ilə ulil əmri minhu və özlərindən olan kimlərə əmr sahiblərinə, dövlət başçılarına, müsəlman rəhbərlərinə və yaxud da alimlərinə qaytarsınlar onlarına. Çünki işin əhli var. Sən bu xəbəri yaysan fəsad olacaq. Nə qədər müsəlmanlar qorxacaq, sən ölkənin insanları təşvişə düşəcək və s. Hansı ki, şey yoxdur. Ancaq mümin çəkinməlidir bu şeylərdən. Vallahi bu məsələ günümüzdə ən çox lazım olan məsələlərdən biridir. Çünki sosial media əvvəl insanlar xəbər göndərməkdən ötürü nələrdən istifadə edirlər. İndi burada otursam dünyanın öz başına belə oldu, belə oldu, filan kəs belədir, filan ölkədə belə oldu və s. və s. Xəbərin var, yoxdur, hansı radiodan eşitmirsən və s. O eşitdiyin adam fasikdir. Fasikdən deyir araşdırın. Bu iş fasikdən deyir, belki de kafirdir. Ha? Belki de kafirdir. Allah deyir ki, İn ca'akum fasiqun binəbəyin fətəbəyyənu. Fasik sizə xəbər verin, neyin? Araşdırın. Ha, o demək deyil kafir düz xəbər verəməz. Bəli, kafir də düz xəbər verə bilər. Amma biz hardan biləcək o düz deyil, yoxsa səhv deyil. Aydındır, Peyğəmbər sallallahu aleyhi ve sellem nə dedi? Əbu Hureyre'yə, o zaman ki Əbu Hureyre'yə kim öyrətdi ayəti kürsünü? Şeytan. Əbu Hureyre'yə, yerhamkallah. Əbu Hureyre'yə kim öyrətdi? Şeytan. Əbu Hureyre ayəti kürsünü kim öyrətdi? Şeytan. Nəbi sallallahu aleyhi ve sellem nə dedi? Dedi ki, sadəqəkə və huvə kəzub. O yalancı olduğu halde sağ düz dedi. Yani o esme yalancıdır. Ona söz götürmem ama bu defa düz dedi. Bəziləri bunu dəlil getirirlər nəyə? Ha? Elm öyrənmək olar, hətta kafirlərdən və s. xeyri götürüb şəhəri qoymaq lazım kənara.
Orada Peygamber sallallahu aleyhi ve sellem demedi, ondan götü değil. O yalancıdır. Onu zaten cerh elədi. Dedi o yalancıdır. Ama bu defa düz değil. O demek değil hemşe düz diyecek. Yaklaşık ondan ne söyleyeceğim. Bu defa düz değil. Onu da Peygamber sallallahu aleyhi ve sellem tasdikledi. Ebu Hureyre birimiz radiyallahu anhu. Ona göre haberi genelde ekleştirmeye lazım. Rahimullah burada çok güzel mevzuya toxunur. Deyir ki, qaytarmaq ağzı əhl-i ray vəl-ilm, vəl-nush, vəl-aql, vəl-razanə. Qaytarmaq ağzını rəy əhlinə, çünki fikir bildirə bilər, elm əhlinə, nəsiyyət əhlinə, ağıllı insanlara. Əl-ləzine ya'rifunəl-umur və ya'rifunəl-məsali və ziddəhə. O kimsələr ki, məsələləri bilirlər və bilirlər xeyir hansıdır, hansı məsləhədir. Bunu indi demək, lap düz olsa belə. Hətta düz olsa belə. Bəzi xəbərlər var ki, düz olsa belə məlumat vermək lazımdır, saxlamaq lazımdır. Onu özləri biləcəklər. Hansını gizlətmək lazımdır, hansı insanları demək lazımdır. Aydındır, yani bu məsələləri diqqət etmək lazımdır. Sonra Rahmanullah buyurur ki, فإن أرأوا في إذاعة مسلها نشاطا للأولى وسرورا لهم وتحريزا من أعدائهم فعلوا ذلك. Dereceler məsləhət görsələr ki, bu xəbəri yaymaqda möminləri gücləndirmək var, onları sevindirmək var, düşmənlərə zərbə var, elhamdülillah yaya bilərlər. Və in ra'u ennehu leysə fihi məsləhə əv fihi məsləhə vələkin mədarratu təzidu aləl məsləhətihi. Görsələr ki, bir işdə xeyir var, lakin xeyri zərərindən daha böyükdür. Yani daha doğrusu zərəri daha böyükdür. O içindən xeyir o, xeyir bunu yaymaq. Amma baxır ki, zərəri daha böyükdür, neynəmir? O xəbəri yaymır. لَعَلِمَهُ الَّذِينَ يَسْتَنْبِتُونَ مِنْهُ وَيَسْتَخْرِجُونَ بِفِكْرِهِمْ. Yəni ondan, həmin xəbərdən məlumat çıxardanlar, düzgün məlumat çıxardanlar neynəyirlər? Onu insanlara deyərlər, xəbərdar deyərlər. وَفِي هَذَا دَلِلِ قَاعِدَةِ الْأَدَبِيَّةِ. Və İmam Sa'di buyurur ki, bu ədəbi bir qaydadır. Nədir? وَهِيَ أَنَّ إِذَا حَصَلَ الْبَعْثُ فِي الْأَمْرِ مِنْ أُمُورِ يَنْبَغِي أَنْ يُوَلِّي مَنْ هُوَ أَهْلُ ذَلِكَ وَيَجْعَلِ إِلَى أَهْلِهِ. Bir xəbər çıxanda qayda odur ki, onu əgər hər hansısa bir sahədədirsə, xüsusən müsəlmanların ümumi müsəlmanları ilgiləndirən məsələdirsə, qaytarmaq lazım kimindir? İşin əhlinə. Yəni bu işdə fərasəti olanlara. Vallahi şəriətin məsləhəsi budur. Hətta çox şəriə hökmlərdə alimə sual verirsən, deyir, sual verirsən ki, şeyx belə olanda belə deyir ki, həkimlə məsləhət görüb. Fətva verən budur. Kim fikrini soruşur? Deyir, həkimlə məsləhət görüb bu adama. Tutmaq olar, tutmaq olmaz oruc və s. Görsən qaytarır bədənlə əlaqəli işin əhlinə. Deyir, nə deyir həkim buna? Tutmaq olar. Ondan sonra deyir, həkimdən bir cavab desin, ondan sonra fətva verim ki, buna oruç tutmaq olar, yoxsa olmaz. O belə işin əhlinə qaytarır. Ki, neyləsin, bilsin ki, bu insana zərər deyil, alim o bilənməzək, bu alim fətva verə bilir. Aydındır, bunlar həkim bilir. Onu həkimin məsləhət edeyim, görün nə deyir, nə inir və s. Amma İbn Ütheymin rahimehullah deyir ki, həkim fasik olmasın. Aydındır, çünki özü fasikdirsə, oruç tutmayan, içki içən və s. bizə deyir, sağ ziyandır, tutma. Çünki şəri hükümlər bilmir axı. Aydın özü də heç oruç tutan deyil. Yəni həkimin özü də nə olmalıdır? Etibar adam olmalıdır. Yoxsa gelip bir adam desin ki, onun hadi görür, sağ tutma olmasın. Yok, öyle yok. Öyle hoca itibarı məsələn bilən olmalı ki, oruç vacibdir, hansı halda tutulur və s. Yəni orucun misal çəkdiyi digər məsələlər də bundan bağlı olanlar. İmam Sa'di buyurur ki, وَلَا يَتَقَدَّمْ بَيْنَ اَيْدِيهِمْ. Eğer bu şeyler baş verəndə onun işin əhlinin qabağını geçmək lazım deyil. فَاِنَّ اَقْرَبْ اِلَى الصَّوَابِ وَأَحْرَى لِسَّلَامَةِ مِنَ الْخَطَى. Çünki o doğruya daha yaxın və xatadan salamat qalmaq üçün ən yaxşı yoldur. Xata bilmək istəmirsən, onun işin əhlinə qaytar. Hadi sualdır. فَسْأَلُ اَهْلَ الذِّكْرِ İn kuntum la ta'lemun. Bilmediği zaman zikir ehlinden soruşun. Kimden soruşun? Demedi ki kimden geldi soruşun. Yine çok müsibettir vallahi. Kimden geldi soruşur. Əməl edici soru geldi ki ben soruştum kardeş. Dediler ki borcu olana zekat düşmür. La havle ve la kuvvete illa billah. Kimden soruşursan? Hassa kardeşten. Ne değil? De borcu olana zekat düşmür. Ya sen paşa düşürdün sen. Niçin yani borcu olana? Bu sefer ekseriyet zekat verenlerin, ekseriyet iş gören adamların ticaretten ekseriyetin borcu var. Onda sen sizin bile tışı kim zekat vermemelidir ki. Aydın onu belə hesab başa düşürlər. Əgər borcu nisaba qədər, borcu o qədərdir ki, o borcunu versən nisaba gəlib çatmayacaq zəkatı və s. uzun məsələdir. Kim deyir ki, borcu olan zəkat verməməlidir? Onu belə hesab başa düşürlər. Adam illər iş adamdır, zəkat vermir. Niyə? Kimsə fətvasına görə. O da səhv fətva verir. Bu da illər zəkat vermir ona görə. Ona görə dinimiz bizim nəyimiz də ən böyük sərmayəmizdir. Onun əhlindən soruşmaq lazımdır. Ki, bilənlərdən və s.
Sonra İmam Sa'd rahmetullah buyurur ki ve fihi nehy an acele. Bu aye bize neye qadağan edir? Tələsməyi. Təsarru'u li neşril umur min hine semahiye. Bir şey işidəndə qadağan edir ki bu aye bizi bir şey işdən onu çaparaq tez dərhal neynəməyək? Yaymayaq. Vel emru bi teammül qabl kelam. Ona görə bəzən danışmadan əvvəl diqqət etmək lazımdır. Və nəzər fihi. Baxmaq lazımdır. Məsləhədir yoxsa məsləhə deyil. Sonra da Allah Subhanahu buyurur ki, ayəsini necə tamamlayır. Və ləvlə fadlullahi aleykum və rəhmətuhu. Yəni Allah'ın sizə lütfü mərhəmət olmasaydı, az bir qisminiz istisna olmaqla hamınız şeytana tabi olardınız. Neyiniz? Az bir qisminiz. Onsuz da az bir qismi haqq yolda olanlar. Onlar bilidir Allah'ın lütfü və mərhəmət olmasaydı, az bir qismi. Allahu Akbar. Buraya bir necə qulluq eləməyəsən. Allahu Akbar. Gönü deyirik. Və mən əstəqu minəllah hədisə. Allah'tan daha doğru danışan kim ola bilər ki? Sözə baxayım. Və ləvlə fadlullah aleykum və rəhmətuhu. Allah'ın sizə rəhməti və fəziləti olmasaydı, az bir qismi istisna olmaqla şeytana tabi olardınız. Onsuz da zaten az bir qismi hidayət yollar. O da deyir mənim rəhmətim və lütfümdəndir. Sizin özünüzün savadınıza görə sayılır. Ona görə daima Allah'tan nə istə? Deyir Allah lütfündən mənə falan şey verir. Lütfündən hidayət və s. Hamısı onun lütfündəndir. Aydındır. Hətta bəyək eyni məsələ geri qaydırıq. Sübh namaz və s. danışdığı. Onlar da hamısı. Həm deyir Allah ki səni durğuzubdur. Səni o qaldırıbdır. O budunlik və s. Dəfələrlə çalıb işləməmsən. O eləyib səni. O gətirib səni sübh namazına. Gəlməyənlərə xor gözündən baxma. Əksinə çalış, dəlilləri təqdim elə, həvəsləndir, onlar da gəlsinlər. Xor gözündən baxma. Çünki sən onlardan fərqləndirən Allah'ın lütfüdür. Sən onlardan fərqləndirən Allah sənə lütf edib gəlmişsən. Həmdülillah. Həmdir Allah'a. Mən görsən vaxtını qalxın oğlan, mən, ya, lə, əbədən. Əksinə Allah spontana qaytar. Səni sevib, seçib, sən gətirib. Sənin üzərine düşəndən daha çox şükür eləmək. Bu məhəbbətin, bu sevginin qarşılığında. Rahmehullah buyurur ki, fi tevfiqihim və tə'dibikum. Allah subhanahu ta'ala sizi müvəffəq eləyib və sizi ədəbləndirib. Və ta'limukum ma lam takunu ta'lamun. Və sizə bilmədiklərinizi öyrədib. Çünki gəlməmişlər və sahabələr cəhalətin içində idi. Müşriklərin, şirklərin, zülmət və s. gəldi. Dindən onları zülmətlərdən çıxartdı. Nura çıxartdı. Bəli, zülmətlərdən nura çıxartdı. Ləttəbə'tum şeytan illə qalin. Əgər bir olmasaydı, az bir qisminiz istisna olmaqla şeytana tabi olardınız. Li'annəl insan, çünki insan bir təbiəti zalim və cahil. İnsan təbiətində zalim və cahildir. Bunu ümmət böyük alim deyil. Çünki Allah özü deyir ki, Quran-ı Kərimdə İnnehu kânə zalûmen cəhûlə. İnsan zalim və cahildir. İnsan təbiəti zalim və cahildir. Fələ tə'muru nəfsə illə bişər. Onun nəfsi ancaq ona nə əmr edir? Şərri. İnsan nəfsi ona nə əmr edir? Şərri. Fəizə ləcə ilə rabbihi. Əgər Rəbbinə sığınsa və'təsəmə bihi. Allah'tan dindən yapışsa vəcdədə fi zəlik. Bunun çalışsa da, bax, səbəbləri də deyir, Allah'a sığınsa, ona tərəf üst tutsa və həmçinin Allah'ın nazil elədiyindən sımsıxı möhkəm yapışsa və bu yolda çalışsa, lətəfə Rabbəhu, Rəbb onu lütf eləyər. Lətəfə bihi Rabbəhu vəffəqəhu li kulli xayr və onu bütün xeyirlərini eləyər, müvəffəq eləyər. Və əsəmə minəşşeytanirracim, onu rəhmətdən qovulmuş şeytandan qorumuş olar. Allah subhanahu istəyir ki, Allah bizi işli faydalarından eləsin. Bizi də şeytandan qorunan qullarından eləsin. Allah subhanahu istəyir ki, bizim canımızı Quran və sünnə üzərində alsın. Və sallallahu aleyhi və səlləm Muhammed və alə alihi və sahbihi ecmaîn. Barakallahu.